Salam hər kəsə. Keçən dəfə mən sizinlə 5 əsas mürəkkəb karbohidratı paylaşmışdım ki, hansı ki, bədənizi gözəl formada saxlayır, qarnın tez əriməsinə kömək edir. Yəni sizi tox saxlayır, siz də nə gəldi yemirsiniz. Və indi isə sizinlə 5 əsas qida zülalı protein mənbəyini paylaşacağam ki, hansılar daha xeyirlidir və orqanizm tərəfindən ən tezdən, ən gecə doğru həzm olunması sırası ilə sadalayacaq. Birincisi balıq zülalıdır. Ağ balıq, qızıl balıq və digər çeşid balıqlar həzm olunma müddəti 30-60 dəqiqə arasıdır. Niyə tez həzm olunur? Az yağlı və lifsiz quruluşa malikdir. Amin turşular tez parçalanır. Faydası tez bərpa və yüngül mədə hissi yaradır. İkincisi yumurtanın ağıdır. Həzm müddəti 1 saat, 1 saat yarımdır. Yağsız təmiz zulaldır, lakin balığa nisbətən daha sıx quruluşa malikdir. Faydası yüksək bioloji dəyərə malikdir. Orqanizm tərəfindən 100% yaxın mənimsənilir. Üçüncüsü toyuq məhsuludur, xüsusən də toyuq filesi. Həzm müddəti 1 saat yarım, 2 saatdır. Az yağlı, lakin lifli əzələ toxumasına malikdir. Əzələ artım üçün ideal təmiz heyvani zulaldır. Dördüncüsü mal əti və yaxud da dana ətidir. Həzm müddəti 3-4 saatdır. Daha çox birləşdirici toxuma və yağ tərkibinə malikdir ki, bu da mədədə ləng parçalanır. Dəmir və kreatinlə zəngindir, enerji və güc verir. Və nəhayət 5-incisi paxlalı bitkilərdir. Məsələn, mərci, noxud, lobya. Həzm müddəti 4-6 saat. Tərkibində lif, fitat və antinutriyentlər vardır. Bu da zulalın mənimsənməsini ləngidir. Faydası bitki mənşəli zulaldır. Eyni zamanda lif və mikroelementlərlə zəngindir. Yəni bu sadalan 5 zulalı istifadə etsəniz, daim gözəl formada olacaqsınız. Bu demək deyil ki, ancaq zulal istifadə etməlisiniz. Mürəkkəb karbohidratlar, zulal və yağ balanslı şəkildə istifadə olunmalıdır. Mənasız zulal diyetası və yaxud da meyvə ilə olan detokslar, belə şeylərə baş qoşmayın. Mütləq şəkildə dediklərimi etsəniz, gözəl belə bədənə sahib olacaqsınız.